başva daş düşmə ehtimalından daha yüksəkdir. Deyib, belə kamikadzelər var. Çıxma da, çıxma. Pavorot gibi yandır, çıxma. Ooo! Vay, sən nə varsan? Deyir, bağışla. Görəsən, mən sən maşkada olsam gəlib mənə bağışla deyəcək. Bu mənə verin böyrünə. Abi, o neydi abi? Mən həmişə dayananda çalışıram maşınların, dayanıramsa, arxamda ya stafordursa, ya hansısa bir hadisə baş verirsə, belə probkada da dayananda tam ortada dayanmıram. Maşının sollu tərəfdə yanınam. Allah eləməsin, arxadan gəlib vurmaq istəyən, o gün kommentdə bir nəfər vardı, onu deyirdi. Məntiqli söhbətdir. Onu mən bilirdim. Sadəcə olaraq ondan qaçmaq mümkün deyil. Nəqliyyat elə bir şeydir ki, əgər belə olsa, birdən belə olsa deyib, hər bir bəhanəyə uydurmaq olar. Yəni, mən burada getdiyim yerdə binanın başından daşla düşə bilər başımı, ölə də bilərəm. Yəni, o ehtimalları nəzərə almırıq. Amma nəzərə alacağımız daha yüksək ehtimal var. Onlardan biri qardaşın dediydi kommentdə. Ki, yəni iki maşının arasında qalıb əziləsən. Onun ehtimalı binanın altından keçəndə başva daş düşmə ehtimalından daha yüksəkdir. Deyib, belə kamikadzelər var. Görsən? Hə, neysə. Ona görə maşının ya sağ tərəfində, ya sol tərəfində artıq dayananda dayanıram. Maşınların sağ və sol ön şüşəsinin sağında və solunda stoyka var. Yəni, qoruyucu. Skelet hissəsi. Bir çox avariyaların səbəbi odur. Döngələrdə və yaxud da ki, yollarda ora nəqliyyat vasitəsinin kör nöqtəsi sayılır. Mən o hissə ilə, kimsə deyir ki, mən elə getmirəm, sağı ilə, solu ilə gedirəm, mən getmirəm, qardaş. Niyə getmirəm? Çünki orayla getmək kör nöqtədir. Mən özüm maşın sürərəm, mən bilirəm ki, orada nə baş verir. Daha doğrusu, orada nə baş verdiyini bilmirəm. O hissədədir. Hadisə baş verib. Qız ağlayır. Qorxu bir. Su içir. Keç, keç. Keç də, tay. Oo, zəncirvarı deyir, 3 dənə maşın. Allah köməkləri olsun. Mənim biraz sürməyim, demirəm doğrudur, mənə görə doğrudur sürmə stilim. Mən elə stildə sürmürəm. Ya sağdan gedim, ya soldan. Gəlir bir görürsən, maşın nətər böyrüvə verirsə, yəni bir damcı sağ-sol dabanın qalacaq o maşının altında. Çünki zolağın ortası ilə yox, sağı ilə, solu ilə gedəndə gəlib soxurlar da, qardaş. Soxur. Ona iş eləyə bilmirsən. Amma ortası ilə gedəndə sala bilmirsən. Çünki sən öz nəqliyyatının əhatəsində bir bariyer oluşturursan görünməyən. Nəqliyyat vasitələri, maşınlar ora gəlib girmir. Çünki tam orta ilə gedirsən və hərdən bir də biraz belə-belə eləyirəm. Motosiketi yelləyirəm, arxadan görürəm ki, qaşınır, tərpənməzdir, güzgüdən görürəm. Biraz sağ-sola deyirəm motosiketi öz zolağımın içində. O şey fikrindən yayınır, getmir, girmir mənim böyrümə. Çünki ona mən göstərirəm ki, ay yoldaş sürücü, mənə manevr yeri saxla. Mənim motosikletim sənin maşın kimi durduğu yerdə durmur. Sürət azalanda aşır, əyilir və yaxud da ki, hər hansı bir hərəkətlər eləyir. Ona görə ona izah edirəm ki, qardaş, bax, mən hərəkət edirəm, ha. Görəsə o yandı. Bu tərəf bu zolağı keçir. O bir zolağı yerini hazırlayır. Bir tərəfdən keş qutar da. Və gəlirəm, belə saxlayıram. Arxa orada, yolun ortasında, qabağım bu tərəfdir. Məni vursa, mən gedəcəm o tərəfə. Favorot kimi yandırdım. Qardaş, sağıma, sola dönəcəm, soluma baxdım. Sağıma da baxıram. Çünki bura Azərbaycandır. Sağından sənə elə bunu eləyərlər ki, məsələn üçün. Yəni, məsələn üçün gördün. Elə girərlər ki. Bir də deyərsən ki, qardaş, bu hardan girdi? Keç, keç. Ona görə tələsmirsən ama sağından cep görsən tək gəlir. Çünki kamikadzedir. Görmürsən məni? Görsən, belə kamikadzelər çoxdur. Və gəlib verəcək dabanımın yanına.
Hə? Deyir, Bolt'un proqramına başım qarışıb. Heç nə olmaz. Bir gündə belə eləyəsiz. Sonra əzizlərimiz, yaxınlarımız Kürdəxanıya bolt vuracaq hər gün. Ya da hər həftə görüş vaxtlarında. Qınamıram, bəli, insanların işi var, problemi var, hərə bir işlə məşğuldur, boş. Bu yolda gedən vaxtını asudə vaxt hesab edir insanlar. Qınamıram. Bax, mən bilirəm ki, o fikir oradadır. Mən qaçım bunun qarşısından. Bacardığım qədər tez qaçdım. Çünki o insanın fikri hələ də oradadır. Bax, mən baxıram güzgüdən. Biz tərpəndik, o hələ qalmışdı orada. Tərpənməyib. Niyə? Çünki fikir telefondadır, hələ də. İnsanlar asudə vaxtını artıq maşında keçirdirlər. Bu da çox böyük problemimdir. Hər bir yeni müstəqillik qazanan ölkələrdə bu cürə etaplardan keçib, bu cürə problemlərdən keçib. Xətti çəkirsən, 100 nəfər bəyənir, 1000 nəfər bəyənmir. Silirsən, 1000 nəfər bəyənir, 100 nəfər bəyənmir. Yəni, insanları hər şeyə qane edə bilmərsən. Normal bir şeydir.